Salam, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz sınağın izahına baxırıq. Lakin sınağın izahına keçməzdən öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim ödənişli və ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci sualı. Birinci sualda deyir ki, verilən bu tənliyinin kökləri x1 və x2-dir. 2x1 çıxılsın x2 bərabərdir 8 olarsa, buna əsasən m-i tapın. Birinci növdə biz bilməliyik ki, bax bu tənlik çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə köklərin cəmi, yəni x1 üstə gəlsin x2. İkinci əmsalın əksinə bərabər olmalıdır, müsbət 7-yə. Verilən də gəlin yazaq, 2x1 üstə gəlsin, yox, çıxılsın x2 bərabərdir 8-ə, sistemi alırıq. Toplama üsulundan istifadə etsək, müsbət x2 mənfi x2 getdi. Olur 3x1 bərabərdir 8 üstə gəl 7, yəni 15-ə. Buradan x1 bərabərdir 15 bölünsün 3, 5 alınmış olur. Əgər x1-in 5 olduğu bəllidirsə, 5-in üstünə neçə gəlsə 7 eləyər. 5-in üstünə 2 gələndə düzgün cavab eləyir 7. İndi əgər bu 7-dirsə, daha doğrusu bu 2-dirsə, gəlin yazaq bura, x2 bərabərdir 2-yə. İndi yenə, çevrilmiş kvadrat tənlikdə biz bilməliyik ki, köklərin hasili sərbəst həddə bərabərdir. Yəni bu m çıx 8 bərabər olmalıdır sərbəst hədd. 5 vurulsun 2, 10-a. Buradan da m bərabərdir. Onun üstünə 8 gəlirəm. Düzgün cavab 18 alınmış olur. Bax, m-i tapmağımızı istəyirdi. Yəni testimizin doğru variantı olur A bəndi. Keçək ikinci sualı. İkinci sualda bizə deyir ki, verilən bu tənliyin əks işarəli 2 kökünün olması üçün m hansı intervalda olmalıdır? Birinci növbədə bu tənlik çevrilmiş kvadrat tənlik deyil. Bunu çevrilmiş kvadrat tənliyə gətirmək üçün ilk əmsalı, yəni A əmsalına bölürəm. Burada olur x kvadrat çıxılsın. Bu olur 3m çıx 7 bölünsün m çıxılsın 4. Üstə gəl, m üstə gəl 3 bölünsün m çıx 4 bərabərdir 0-a. İndi tənliyin kökləri əks işarəlidirsə, biri mənfidir, biri müsbətdir. Deməli, bu kökləri bir-birinə vuranda cavab mənfi olmalıdır. Və köklərin hasili də sərbəst həddə bərabər olduğu üçün, deməli, biz bu sərbəst həddi kiçikdir 0 kimi yaza bilərik. Baxın, m üstə gəl 3, m çıx 4 kiçikdir 0. Bir daha təkrar edirəm, bu nəticəyə necə gəldik? Bu nəticəyə, yəni bu formada gəlmiş olduq ki, köklər əks işarəlidir, hasili də deməli mənfi olmalıdır. Onda bunun deməli kökləri biri mənfi 3-dür, m2 də bərabərdir müsbət 4-ə. Ədəd oxu üzərində göstərirsiniz, amma içi boş şəkildə mənfi 3 və 4. Bu formada intervala ayırsaq, baxın. Bu m-i m-ə vuranda eləyir m kvadrat. Müsbət m kvadrat alındığı üçün kənarlar müsbət olur, orta mənfi olur. Bu da bizdən kiçikdir, 0 istəyirək. Ona görə, baxın, bu hissələr, yəni bu hissəni iştiqləyirsiniz. Düzgün cavab mənfi 3 və 4 aralığı olmuş olur. Mənfi 3 və 4 testimizin doğru variantı olur Y bəndi. Keçirik 3-cü suala. 3-cü sualda bizə deyir ki, kombinizon 0-dan 0, bu 1 qiymətini verir. Üstə gəl, kombinizon m-dən 1, m faktorial, bölünsün m çıx 1 faktorial, vurulsun 1 faktorial. Üstə gəl, kombinizon m-dən 2, m faktorial, bölünsün m çıxılsın 2 faktorial, vurulsun 2 faktorial, bərabərdir 29-a. Onda 1 üstə gəl, gəlin sadələşdirək. Deməli, burada. Olur 1 üstə gəl. Baxın, bu m faktorialı ayırmaq lazım, yəni parçalamaq lazım. Yazırsınız ki, m çıxılsın 1 faktorial, vurulsun m. Aşağıda dəymirsiniz. M çıx 1 faktorial olduğu kimi qalır. 1 faktorial elə 1, onunla bir işimiz yoxdur. Üstə gəl. Burada olur m faktorial. Bu da m çıx, daha doğrusu m faktorial burada. İndi parçalayırıq. Yazırıq m çıx 2 faktorial. Ardını da yazırıq m çıx 1 vurulsun m.
bölünsün, aşağı olduğu kimi qalır. M çıxılsın 2 faktorial, vurulsun 2 faktorialdakı 1 vur 2, 2 deməkdir. Bərabərdir 29-a. Burada M çıx 1-dən M çıx 1 ixtisar gedir. Qalır sadəcə M-in özü. Yəni 1 üstəgəl M. Üstəgəl. Burada da M çıx 2 ilə M çıx 2 ixtisar gedir. Qalır məxrəcdə 2. Surətdə isə bu M-i M çıx 1-ə vurub açıram. Olur M kvadrat çıx M. Bərabərdir 29-a. Hər birini 2-yə vurub, yəni kəsirdən xilas edək. 2 üstəgəl 2M. 2-yə vuranda ixtisar gedir. Qalır M kvadrat çıx M. 2 dəfə 29, o da eləyir 58. Buradan M kvadrat 2M'dən M'i çıxırsınız, eləyir müsbət M. 2-dən də 58-i çıxırsınız, eləyir mənfi 56. Bərabərdir 0-a. Çevrilmiş kvadrat tənlikdə Viet teoremi kimi düşünsək, köklər hasili mənfi 56 eləməlidir. Toplayanda mənfi 1 eləməlidir. Deməli, bunun birinci qiyməti bərabər olacaq mənfi 8-ə. İkinci qiyməti bərabər olacaq 7-yə. Təbii ki, mənfi 8 ola bilməz. Baxın, buradakı M mənfi ola bilməz. Bu gedir. Düzgün cavab 7 alınmış olur. Yəni, 3-cü sualda testimizin doğru variantı, baxın, D bəndi, D variantı alınmış olur. Belə. Baxırıq 4-cü suala. Bunu belə edək. Aha. 4-cü sualda deyir ki, A və B bir-birinə paralel olan düz xətlərdir. Bucaq 1-in bucaq 2-yə nisbəti 7/2 olarsa, bucaq 1-i tapın. Bucaq 1-i uyğun olaraq 7K adlandıracağım. Bucaq 2-ni isə uyğun olaraq 2K adlandıracağım. Və bu bucaqlar necə bucaqlardır? Daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi hər zaman 180 dərəcəyə bərabər olmalıdır. 7K-nın 2K-nı toplayırsınız. 9K bərabər olur 180 dərəcəyə. Buradan da K bərabərdir 180 bölünsün 9, yəni 20 dərəcəyə alınmış olur. K 20-dirsə, sizdən bucaq 1-i tapmağınızı istəyir. Baxın, gətirib yerinə qoyursunuz. 7 vurulsun 20 dərəcə, yəni düzgün cavab 140 dərəcə alınmış olur. Burada bu sualda testimizin doğru variantı olur B bəndi. Keçirik növbəti suala. Baxırıq burada, deməli 5-ci sualı. 5-ci sualda bizə deyir ki, gəlin bunu bu tərəfdə qeyd edək. Aha. 5-ci sualda bizə deyir ki, çevrənin CD və AB vətərləri K nöqtəsində kəsişir. CK-nın KD-yə hasili 36 olarsa, AK çıxılsın KB bərabərdir 16 olarsa, deməli biz AB-ni tapmalıyıq. Baxın. Bunlar, deməli, çevrə daxilində kəsişən vətərlərdir. Baxın, bu bölünən hissələrin hasilləri bir-birinə bərabər olmalıdır. Sadəcə, mən bu ikisinin hasilinin 36 olduğunu bilirəm. AK-la KB-ni bilmirəm. Gəlin BK-yə bir dənə, yəni KB-yə bir dənə X deyək. Bax, bu X-dirsə, onda AK nəyə bərabər olmuş olacaq? 16 üstəgəl X-ə bərabər olmuş olacaq. Yazıram bura, 16 üstəgəl X. Onda bunların hasilinin, yəni bax bu X-in bölünən hissələrin 16 üstəgəlsin X-a hasili bərabər olmalıdır CK-nın KD-nin hasilinə. Onun da hasilini isə 36 verib. İndi fikirləşəndə seçməklə götürəcəm mən bunu. Baxın, X-in qiyməti 2 olmalıdır. Çünki 2-ni 16 üstəgəl 2 18-ə vuranda düzgün cavab olur 36. X-in 2 olduğu bəllidirsə, artıq bəli, bura 2-dir, burada 18-dir. Sizdən bütövlükdə AB parçasını istəyir. Bax, A-dan B-yə qədər məsafə. Deməli, 18 üstəgəlsin 2, yəni testimizin doğru variantı 20 cm alınmış olur. Testin düzgün cavabı olur A bəndi. A bəndi A variantı. Baxırıq növbəti suala. 6-cı sual deyir, bu tənliyin kökləri cəmini tapın. Ümumiyyətlə, modulda olan ifadə 1-ə bərabərdirsə, bunu bir dəfə müsbət, bir dəfə mənfi götürmək lazımdır. Yəni, modul daxilində x çıxılsın 1, çıxılsın 5. Bu modulu silək, bircə saniyə. Bu ifadə bir dəfə müsbət 1 kimi qəbul edirik. Bir dəfə də modulda x çıx 1, çıx 5-i mənfi 1-ə bərabər edirik. Onda buradan modul daxilində x çıx 1 bərabərdir 6-ya. Yenidən siz x çıxılsın 1-i bir dəfə müsbət 6 kimi götürməlisiniz. X çıxılsın 1-i bir dəfə də mənfi 6 kimi götürməlisiniz. Buradan x1 bərabər olur 6 üstəgəl 1 7-yə. X2 bərabər olur mənfi 6 üstəgəl 1 mənfi 5-ə. Bu 1. İndi bu tərəfə həll edirəm. Modulda x çıx 1 bərabərdir. Mənfi 1 üstəgəl 5 eləyir 4. Buradan yenə 2 tərəfə bölüm. Bir dəfə x çıx 1-i müsbət 4-ə bərabər götürəcəksiniz. x3 bərabər olacaq 5-ə. Bir dəfə də x çıx 1-i mənfi 4-ə bərabər edirsiniz. Mənfi 4 üstəgəl 1. Bunun qiyməti olur mənfi 3.
Bütün kökləri tapandan sonra köklər cəmini istəyir. Baxın, -5 ilə müsbət 5-i toplayanda 0 verir. 7 ilə də -3-ü toplayırsınız. Düzgün cavab müsbət 4-ə bərabər olmuş olur. 6-cı sualda testimizin düzgün cavabı olur C bəndi. Baxırıq növbəti suala. 7-ci sualda bizə deyir ki, Z bərabərdir A çıxılsın 4i kompleks ədədinin modulu 5-ə bərabər olarsa A-nın müsbət qiymətini tapın. Baxın, kompleks ədədin modulu necə tapılırdı? Kök altında A kvadrat üstə gəl B kvadrat düsturu ilə. Bu da deyir ki, sizə bu ifadə 5-ə bərabərdir. Bax, A yoxdur, elə biz A-nı axtarırıq. A kvadrat olduğu kimi qalacaq. Amma B-nin yerində hal-hazırda -4 dayanıb. Deməli, mən bura B kvadratın əvəzinə bu 4-ün kvadratını, yəni 16-nı yaza bilərəm və yazdım. Sonra nə edirəm? İfadənin hər iki tərəfini kvadrata yüksəldirəm. Kök itir. Olur A kvadrat üstə gəlsin 16 bərabərdir 5-in kvadratı 25-ə. Buradan A kvadrat bərabər olur 25 çıxılsın 16 9-a. Sizdən A-nın müsbət qiymətini istədiyinə görə testimizin düzgün cavabı müsbət 3 alınmış olacaq. Yəni doğru cavab olur D variantı. Keçirəm növbəti suala, yəni 8-ci suala. Deyir ki, loqaritma 8 əsasdan 27 bərabərdir A-ya. Loqaritma 5 əsasdan 9 bərabərdir B olarsa, bu ifadənin qiymətini tapmalıyıq. Gəlin tapaq. Deməli, 8 əsasdan 27-ni yazıram 8-i 2-nin kubu şəklində, 27-ni də 3-ün kubu şəklində yazıram. Bərabərdir A-ya. Bu 3 keçir əvvələ, 3 bölünsün. Deməli, burada. Burada da 3 olur. Loqaritma 2 əsasdan 3 bərabərdir A-dırsa, 3-ü 3-ə böləndə eləyir 1. Deməli, loqaritma 2 əsasdan 3 bərabər olur A-ya. Onu gətirib burada yazaq. Bir saniyə. Deməli, birinci tapdıq ki, loqaritma 2 əsasdan 3 bərabərdir A-ya. İndi bu birini sadələşdirək. Loqaritma 2 əsasdan 25. Bax, biz 25-i 5-in kvadratı şəklində göstərə bilərik. Loqaritma 2 əsasdan 5-in kvadratı. Bu 2 keçir əvvələ. Olur, deməli, 2 vurulsun, loqaritma 2 əsasdan 5 bərabərdir B-dirsə, onda loqaritma 2 əsasdan 5 bunların arasında vurma var. Olacaq B bölünsün 2, yəni tərsinəsini götürürsünüz. Deməli, burada ikinci növbədə tapdıq ki, loqaritma 2 əsasdan 5, loqaritma, 25 yox, burada 9 yazırıq. Bir saniyə tez bunu düzəldim. Burada 9 olmalıdır. Çünki niyə görə? 9 3-ün kvadratıdır. Baxın, 3-ün kvadratıdır. Və burada da 3 olmalıdır, burada da 3 olmalıdır. Amma B bölü 2 hissəsi düzdür. Deməli, burada olacaq loqaritma 5 əsasdan. Loqaritma 5 əsasdan. Loqaritma 5 əsasdan, deməli 3. Bərabərdir B bölünsün 2-yə. B bölünsün 2 yazdıq. İndi gəlin loqaritma, deməli, İndi isə bizdən tələb etdiyi loqaritma 2 əsasdan 25-i sadələşdirək. Qeyd edirik burada. Loqaritma 2 əsasdan, baxın, 25-i, bəli, 5-in kvadratı şəklində göstəririk. 2 keçir əvvələ, olur 2 vurulsun. Loqaritma 2 əsasdan 5. Və biz diqqətlə baxanda burada görürük ki, baxın, 2 əsasdan 5 verilib, amma bizim aldığımız ifadələrdə 2 əsasdan 3-dür, 5 əsasdan 3-dür. Hər ikisində eyni olan, yəni ortaq olan 3-dür. Deməli, bunları mən tərsinə çevirə bilərəm. Baxın, bunu yazıram loqaritma 3 əsasdan 2. Tərsinə çevirdim. Bərabərdir, bu olacaq 1 bölünsün A. Bunu isə yazıram loqaritma 3 əsasdan 5 bərabərdir 2 bölünsün B. Əgər bunu tərsinə çevirib hər ikisini 3 əsasına gətirdimsə, deməli, bu ifadəni də 3 əsasından, yəni başqa bir əsasdan loqaritmləyə bilərəm. Yazıram 2 vurulsun, olur. Loqaritma 3 əsasdan, baxın, başqa bir əsasa keçirdim. Birinci 5-i yazırsınız. Sonra olur loqaritma 3 əsasdan, sonradakı, deməli, 2-ni yazırsınız. Bu da bərabərdir. 2 vurulsun. 3 əsasdan 5, 2 bölü B-dir. 3 əsasdan 2, 1 bölünsün A-dır. Gətirib yerinə yazanda 2 vurulur surətə, olur 4 bölünsün B. Bunu da 1 böl A kəsrinə, baxın, bölürsünüzsə, bu tərsinə çevriləcək, olacaq deməli A bölünsün 1. Bu da bərabərdir. Ümumi nəticə 4A bölünsün B olmuş olur. Yəni, 8-ci sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 9-cu suala. 9-cu sualda deyir ki, verilən bu ifadəni hesablayın. 2 üstü mənfi 2, 1 bölünsün, 2 üstü müsbət 2 deməkdir. Yəni 2-nin kvadratı.
2 üstü mənfi 1, 1 bölünsün. 2 üstü müsbət 1 deməkdir, yəni 2. 2 üstü 0, 1 deməkdir. Vurulsun 7 üstü, daha doğrusu 7'də 2, çıxılsın 2'nin kvadratı 4. Buna ortaq məxrəc götürsək, olacaq 4'də 1, üstə gəl 2, üstə gəl 4. Vurulsun 7'də 2, çıx 4. Bərabərdir. 1'in üstünə 2 gələndə 3, 3'ün də üstünə 4 gələndə 7. Deməli, bu surətin cavabı olur 7. Bu 7 ilə bu 7 ixtisar gedir, bu 2 ilə də bu 4 ixtisar gedir. Qalır burada 2'də 1. Və 2'də 1'dən çıxsaq 4'ü, ortaq məxrəcə gətirsəm 2'dir, çünki bu məxrəci 1'dir. Olacaq 1 çıxılsın 8. Yəni düzgün cavab mənfi 7 bölünsün 2 alınmış olur. Testimizin doğru variantı olur B bəndi. Baxırıq 10-cu suala. 10-cu sualda bizə deyir ki, n a çıx b, n b çıxa. Yəni, yalnız a-da və yalnız b-də olan elementlər bir-birinə bərabərdir. A ilə b-nin birləşməsi 24'dür. Kəsişməsi 4 olarsa n a-nı tapın. Gəlin yazaq. Bu olsun a çoxluğu, bu da olsun b çoxluğu. Kəsişmənin elementlərinin sayı 4'dür. Yalnız a-da olanlar ilə yalnız b-də olanlar bir-birinə bərabərdir və ümumi elementlərin sayısı 24'dür. Toplayaq. X üstə gəl 4, üstə gəl x. 2x üstə gəl 4. Əgər 24'ə bərabərdirsə, 2x bərabərdir 24 çıxılsın 4 20'dirsə, x də bərabərdir 20 bölünsün 2 10 alınmış olur. Yəni x 10'dursa, deməli yalnızca yox, a çoxluğuna daxil olan bütün elementlərin sayı 10 üstə gəl 4, yəni 14'ə bərabər olmuş olur. Testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 11'ə. Deyir ki, AB və CM bir-birinə paraleldir. CM 14'dür, AK da 10'dur. Baxın, CM 14'dür, AK 10'dur, CA da 30 olarsa AB'ni tapın. Buradakı diqqətlə baxsaq, AKB üçbucağı ilə CKM üçbucağı bir-birinə oxşar olan üçbucaqlardır. Oxşardırsa, gəlin uyğun bucaqların qarşısındakı tərəflərin nisbətlərini bir-birinə bərabər edək. Bura bir dənə x yazaq. AB-ni istəyir bizdən. Yazıram onun, baxın, bu yan tərəfin, bu yan tərəfə nisbəti, 40-a nisbəti. Bərabərdir oturacağın, x-in, böyük üçbucağın oturacağına nisbəti, yəni 14'ə nisbəti. Bu sıfırlar gedir. 4'ü x-a vurursunuz 4x, 14'ü 1'ə vurursunuz 14 eləyir. Hər iki tərəfi 2 ixtisar aparsam, 2x bərabər olur 7'yə. Deməli, buradan da x-in qiyməti 7 bölünsün 2, yəni 3,5 alınmış olur. Deməli, 11-ci sualda testimizin düzgün cavabı olur C variantı, C bəndi. Keçək 12-ci suala. Nədir 12-ci sualda bizə? Əlinin 8 qırmızı, 6 ağ vərəqi var. O qutu düzəltmək üçün 3'ü qırmızı, 2'si ağ olmaqla 5 vərəqi neçə fərqli üsulla seçə bilər? Deməli, 3 qırmızı seçməlidir. Seçir, baxın, 8 qırmızının içərisindən kombinizon nə olacaq? 3 qırmızı seçilir. Olacaq kombinizon 8'dən 3. Vurulsun. Ağ vərəqlərin içərisindən isə 5 dənəsi seçilir. Olur kombinizon 6'dan 5. 6'dan 5 yox, ikisi, üzr istəyirəm. İkisi seçilir, ümumi 5 vərəqdir. 6'dan 2. Bu da bərabərdir. 8'dən 3'ü 8 vur 7 vurulsun 6 bölünsün 3 faktorial. Yəni 6 kimi yazıram. Kombinizon 6'dan 2'ni 6 vurulsun 5 bölünsün 2 faktorial. Yəni 2 kimi yazıram. Bu 6 ilə bu 6 ixtisar gedir. Bu 6 ilə də bu 2 ixtisar gedir. Qalır 3. Yəni 8 vur 7 3 vurulsun 5 hesablanmalıdır. Mən bu 8'i bu 5'ə vururam 40 eləyir. 7'ni də 3'ə vuranda 21 eləyir. Və 40'ı da 21'ə vuranda düzgün cavab deməli 840 alınmış olur. Yəni 12-ci sualda testimizin düzgün cavabı olur Y bəndi. Baxıram 13'ə. 13-cü sualda deyir ki, x böyükdür 0 olarsa, bu ifadə 2 kökdə 3 olarsa, x üstə gəl 1 bölü x-in qiymətini tapın. Baxın, siz bunu kvadrata yüksəltsəz, yəni hər tərəfli kvadrata yüksəltsək, olur nə? Olur, deməli, x çıxılsın 1 bölünsün x-in kvadratı bərabərdir 12'yə. Bunu kvadrata yüksəldəndə 4 dəfə 3, 12. Aha. Bizim burada aldığımız cavab deməli nəyi göstərir? Baxın, bu çıxmanın, yəni fərqin kvadratını biz tapmışıq, düzdürmü? Fərqin kvadratı bərabərdir 12. Amma bizdən cəmi soruşur. Burada artıq yadımıza salmaq lazımdır köməkçi müxtəsər vurma düsturunu. Yəni əsas müxtəsər vurma düsturlarını bildiyiniz kimi mütləq şəkildə köməkçi müxtəsər vurma düsturlarını da bilməlisiniz.
Nədir köməkçi müxtəsər vurma düsturu? Hansından istifadə edəcəm? Yazıram ki, A çıx B-nin kvadratı üstəgəl 4AB bərabər olur A üstəgəl B-nin kvadratına. Yəni fikir verin, üstəgəlmənin kvadratı, bunun kvadratı x üstəgəl 1 bölünsün x-in kvadratı. Nə olmalıdır? Fərqin kvadratı, yəni x çıxılsın 1 bölünsün x-in kvadratı üstəgəl 4AB. Bax, bununla bunun hasilinin 4 misli. İndi siz x-i 1 bölünsün x-a vursaz, x-lar x-a gidəcək, qalacaq orada 1. 1-in də 4 misli elə 4 deməkdir. Onda belə çıxır ki, x üstə gəlsin, 1 bölünsün x-in kvadratı bərabərdir. Biz bu cəmi 12 almışıq, bax fikir verin. 12-nin də üstünə 4 gələndə eləyir 16. Kvadratı 16-dırsa, deməli özünün 2 qiyməti ola bilər. Ya müsbət 4 olacaq, ya da mənfi 4 olacaq. Amma bizə x böyükdür 0 şərtini verdiyinə görə, deməli x üstə gəlsin. 1 bölünsün x müsbət 4-ə bərabər olmuş olur. 13-cü sualda testimizin düzgün cavabı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 14-cü suala. Bizə verir ki, bu ifadənin qiyməti 5-də 6-ya bərabər olarsa, kosinus 4x-i tapın. Baxın, aşağıda kosinus 5x var da, düzdür. Siz yuxarıda baxırsınız ki, 7x-dən 3x-i toplayıb yarıya böləndə sizə deməli 5x-i verəcək. Onda surəti fərqdən keçirdirik hasilə. Olacaq 2 vurulsun sinus 7x-dən 3x-i çıxanda 4x, yarısı 2x. Vurulsun kosinus, heç nə etmirəm, sadəcə düsturu tətbiq edirəm. Bax, bu dəqiqə düsturda boşluğumuz varsa təkrar etməlisiniz. 7x-in üstünə 3x gəlirsiniz. 10x yarıya böləndə 5x edir, bölünsün kosinus 5x. Bu da bərabərdir 6 bölünsün 5-ə. Onda burada kosinus 5x-dən kosinus 5x gedir. Qalır 2 sinus 2x bərabərdir 5-də 6-ya. Hər tərəfi 2-yə bölməlisiniz. Sinus 2x bərabərdir. 5-də 6-nı 2-yə bölürəmsə tərsinə 2-də 1-ə vurmalıyam. Bu 2 ilə də bu 6 ixtisar gedir. Burada qalır 3. Yəni sinus 2x-in cavabı 5-də 3-ə bərabərdir. Bu qalsın öz yerində. İndi isə bizdən tələb etdiyi kosinus 4x-dir. Siz bu kosinus 4x-a kosinus 2 vurulsun 2x kimi baxmalısınız. Bu da kosinus 2 alfanın düsturudur. Amma indi mən bu düsturu yazanda sinus 2x-dan istifadə edəcəm. Yəni o nəticə olan düsturumuz var, ondan istifadə edirəm. Olur 1 çıxılsın 2 sinus kvadrat alfa. Yəni 2 sinus kvadrat 2x. Gətirib yerinə yazaq. Olacaq 1 çıxılsın 2 dəfə sinus 2x-in kvadratı 25-də 9 edir. Bu da bərabərdir. 1 çıxılsın 25-də 18. Bu 1 tama 25-də 25 kimi baxsaz, 25-də 18-i çıxanda düzgün cavab 25-də 7 alınmış olur. Yəni testimizin doğru variantı olur A bəndi, A variantı. Və nəhayət baxırıq 15-ci suala. Deyib, tili 5 cm olan kubun tam səthinin sahəsini tapın. Kubun tam səthinin sahəsi 6A kvadrat düsturundan hesablanır. Ona görə 6 vurulsun A-nın kvadratı. Tili 5-dirsə kvadratı olacaq 25. 6-nı da 25-ə vuranda düzgün cavab 125 kvadrat santimetr alınmış olur. 15-ci sualda testimizin düzgün cavabı olur Y bəndi. Y bəndi Y variantı. Belə. Bu da bizim sınavımızın sonuncu sualının izahı idi. Bir daha xatırlatmaq istəyirəm ki, əgər sizlər də paylaşılan bu cür sınaqlardan, dərslərdən, ödənişli və ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.